Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim Allahın huzuruna çıxmağı sevir, səbirsizliklə gözləyir, Allahla qarşılaşmağı istəyirsə, Allah da onu sevir və qarşısında görmək istəyir onu. Bu hədisi deyəndə Ayşə radiyallahu anh deyir, ya Rasulullah, axı heç kəs ölmək istəmir. Və hansı birimiz xəstələnən kimi qaçırıq həkimə ki, sağalaq, yaşayaq biraz, elə deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ey Ayşə, mən bunu qəsd etmirəm. Burada can atmaq o mənadadır ki, mömin bilir ki, elədiyi yaxşılıqların nəticəsində Allahın huzuruna üzü ağ gedəcək, başı uca gedəcək. Mükafatı da veriləcək ona. Hətta ayədə deyir ki, onun sağ əlinə veriləndə o əməl dəftəri deyəcək ki, mən bilirdim ki, bu mənim əməllərimə görə olan mükafatımdır. Mənim qarşıma qoyulacaq bu. Bilirdim deyir. Fikir verirsinizmi? Allahın mərhəmətinə arxayındır, əmindir ki, Allah Subhanahu onun mükafatını mütləq verəcək. Allah da onunla qarşılaşmaq istəyir. Onu sevir. İmam Şafii rahimehullahın gözəl bir şeir parçası var. Həmişə bunu demişəm sizə, yenə xatırladıram. Deyir ki, ağlayırdın ey insan, sən dünyaya gələndə, sevinib gülürdülər insanlar yan yörəndə. Özün üçün gün ağla, elə işlər gör ki sən, onlar ağlayan zaman sevinəsən, güləsən. Allahın huzuruna üzü ağ getmək üçün ömrümüzü Allah üçün sərf eləməliyik, qardaşlar.